Elə bir ev ki, yerlə mənəvi səma arasında rabitə yaradır o ev. O evin də əhli məhz o kəslərdir ki, gözəlliklərə, fəzilətlərə sahibdirlər. Sonra izah verəcəm sizə bu evin əhli o 5 kimsədir. Bu anlamda ki, izah verdik, düzdür, ayə o 5 kimsədən söhbət gedir. Amma hansı evdir? Nübüvvət, risalət və vilayət evidir. Nübüvvət, risalət və vilayət evi olduğuna görə, o evin əhli, fəzilətlərin sahibi olduğuna görə, o evin əhli hesab olunduğuna görə imamlar da, o birisi imamlar da bu mənada o evin əhlidirlər. Düzdür, o ayə 5 nəfər üçün gəlib. Amma o biri imamlar da o dönəmdə yaşasaydı, onlar da o əbanın altına girəcəkdilər. Sadəcə olaraq zaman fasiləsi var. Deməli, 2 cür ev var. Bir adi evdir, daşdan, kərpişdən tikilən ev. Bir də mənəvi evdir ki, o vilayət evidir. Yaxşı. Necə adi evin bir həddi var, hüdudu var, oranın öz əhli var, qonşu gəlsə də gedir, evin əhli var. Mənəvi evində bir əhli var. Hamı orada daxil ola bilməz. Orada məhdud insanlardır. Bu evin də əhli məxsus insanlardır. Və ona görə də bu mənada Allah Taala burada söhbət eləyəndə, Əhləl-Beyt deyəndə, Əhləl-Beyt, yəni nübüvvət evinin əhli deyəndə mənəvi evi deyir. O, Peyğəmbərin Mədinədəki tikilən, daşla tikilən evindən söhbət açmır. Peyğəmbərin o evindən Allah Taala söhbət açanda, Peyğəmbərimizin o evindən söhbət açanda, Allah beyt deməyib, buyut deyib, evlər deyib, ayələr deyəcəm sizə. Bu ayədə amma beyt deyib. Harada ki Allah Peyğəmbərin o evlərindən ki söhbət açıb, evindən söhbət açıb, orada buyut deyib, evlər, otaqlar, daşla tikilən evdən söhbət. Baxın o ayələrə. Ya əyyuhəl-ləzinə amənü, la tədxulu buyutən nəbi, illə ən yu'zənə ləkum. Ey möminlər, Peyğəmbərin evlərinə gedəndə, otaqlara gedəndə icazə alın. Hansı otaqdan sevdi? Bu tikilən evdən söhbət gedir. Burada nə dedi Allah Taala? Buyutən nəbi dedi. Buyut beytin cəmidir. Beyt bir ev, otaq. Buyut otaqlar məsələn. Evlər. Fikir ver, başqa ayə. Qarnə fi buyutikunna. Peyğəmbərin xanımları, oturun evlərinizdə, otaqlarda. Əllamə bu ayəyə çatanda deyir ki, bəzi mövzular var idi deyiləndə, cəmaat o dönəm anlaya bilmirdi ki, bu nə qədər mühüm sözdür ki, Allah Peyğəmbərin deyir, xanımlarını oturun evinizdə. Zaman keçəndən sonra anladılar ki, bu ayənin mənası nədir? Çünki Cəməl müharibəsində Peyğəmbərin xanımın da rolu oldu, evdən çıxdı. Hətta bir başqa xanım yazdı ki, çıxma. Çıxmamalısa Ümmü Sələməcidir. Ayə var biz üçün. Qarnə fi buyutikunna. Qalın evlərimizdə. Xulası fikir verin. Burada nədir? Buyutdur, evlərdir. Beyt deyil. Başqa ayə. وَاسْكُرْنَ مَا يُتْلَ فِي بُيُوتِكُنَّ. Xatırlayın o evlərdə olan mövzuları. 2 cür ev var. Mənəvi, bu daşla tikilən ev. Allah Taala bizim Peyğəmbərdən söhbət gedir. Evindən söhbət açanda, mənəvi evindən söhbət açanda beyt deyib. Amma o daşla, kərpicdən tikiləndən söhbət açanda buyut deyib. 3 dənə ayə dedim sizə. Deməli, belə bəlli oldu ki, bu evin əhli sıradan adamlar deyil. O ev nübüvvət, risalət və vilayət evidir. Yəni, o ev mənəvi dəyərləri, gözəllikləri, fəzilətləri simvoliz edir. Yəni, orada olanlar da o gözəlliklərə, ali dəyərlərə sahib və malik olan insanlardır. Bu nəticə. Onlar da xüsusi insanlardır. O evin əhli olardı. O mənada onlara aiddir bu ayə. İndi o deyəcəm kimlərdir? Öz söhbətimizi. Biz necə ümumi anlamda götürsək, nübüvvət evinin əhli ola bilərikmi? Ümumi anlamda ya, o 5 nəfərdən söhbət getmir. Bizə də deyiblər, siz də neyiniyin? Özünüzü vəssilin o evə. Yəni, özünüzü bağlayın o nübüvvətə, o vilayətə, o imamətə. Bəli, ayən bəllidir məxsusdur o insanlara. Ümumi anlamda biz üçün də qapı açıqdır. Öz tutumumuz qədəri biz də nə olaq? Sanki özümüzü yaxınlaşdıraq o əhlə, o evə, o ocağa. Necə ki, hədisdə var, ənə və əliyyun əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin atasıyıq. Həzrəti Zəhra anasıdır. Mümkündür? Mümkündür. Əhl kəlməsi nədir? Əhlül beyt.
Deyirik, məsələn, filan kəs Quran əhlidir, zikr əhlidir, kitab əhli. Filan kəs filan yerli, filan yerdəndir, filan yerin əhlindəndir. Əhl kəlməsi özü nə deməkdir? Əhl Quran-ı Kərimin işlətdiyi kəlmələrdən biridir. Gördünüz də Əhl-əl Beyt. Əhl sözü, tərcüməsi sıx bağlılıqla yanaşı olan ünsiyyət. Yəni onların əhli olmaq, onlarla ünsiyyət qurmaq. Ünsiyyət qursan onların əhlisən. Bunun dərəcələri var. Hamı eyni dərəcədə deyil. Əhl olmağın keyfiyyəti ünsiyyətdə olan bağlılığın şiddətinə və zəifliyindən asılıdır. Nə mənada? Bəzən vaxtlar pik həddi çatır, bəzi vaxtlar minimuma inir. Məsələn, Allah Rəsulü Salmana deyir ki, əntə minna əhləl beyt. Sən biz əhl-i beytdənsən. O mənada ki, xalatın o əbanın altındakı söhbət getmir. Ümumi anlamda. Sən biz əhl-i beytdənsən. Orada əhl kəlməsi var. Yəni, sən bizi ilə ünsiyyət qura bilmirsən artıq. Sən bizə yaxınlaşa bilmirsən artıq. Sən bizim izimizlə geyirsən. Sən bizim yolumuzla geyirsən. Sən bizi düşünürsən. Sən bizi ilə ömrünü keçirdisən. Əntə minna əhləl beyt. Sən bizə əhl-i beytdənsən. Amma gəldim bir dənə ayə deyirəm sizə. Allah Nuh Peyğəmbərə deyir, o oğlun ki var, düzdür oğlundur, leysə min əhlikə. Sən əhlündən deyil. Niyə? Çünki səndən ünsiyyət qura bilməyib. Sənin fikrünlə yaşamır, sənin yoluvu getmir, sənin xəttündən hərəkət eləmir, nübüvvət izi ilə hərəkət eləmir, ona görə sənin əhlün deyil. Deməli, əhl kəlməsi xüsusi bir kəlmədir. Deməli, yol açıqdır. O necə ola bilər insan olsun? Bir dənə də ayə deyirəm sizə. İbrahim Peyğəmbərdən deyir, fəmən təbiyyəni fəinnəhu minni. Kim mənim tabi olsa, izimlə getsə, fəhuvə minni. İbrahimdir, o məndəndir. Yəni, bizə aiddir. Ya başqa yerdir, innə əvlən nas bi İbrahim ləlləzinə ittəbəuh. İbrahimə ən yaxın olan kəs o kəsdir ki, onun arxasından gedir. Deməli, bir dənə də nəticə aldıq. Ümumi anlamda biz də o nübüvvət evinə yaxınlaşa bilərik. Biz də o nübüvvət evinə vəsl ola bilərik. Bu birisi mənada. Qapı bizə açıqdır. Əgər onların yolu ilə gedə bilsək. İn kuntum tuhibbunallah fəttəbiuni yuhbibkumullah. Allah Quranda buyurur, əgər siz Allahı sevirsinizsə, Peyğəmbərə qulaq olsun, mən özüm sizi sevəcəm. Peyğəmbərin yolu ilə gedin, mən sizi sevəcəm. Başqa yerdə bəşər deyir ki, ya leytəni ittəxəstu mə'r rəsuli səbila. Ey kaş, ey kaş, ey kaş. Neyniyədim? Peyğəmbərin yolu ilə hərəkət edəydim. Vəsl edim özümü o nübüvvət evinə, uzaq oldum.